Sentyabrın 16-sında Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidən qurmadan sonra istifadəyə verildi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər. Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən stenda baxdı. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abtalibov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 158 nömrəli tam orta məktəb 1961-ci ildə inşa olunub. 1850 şagird yerlik məktəb 3 tədris korpusundan və 1 yardımcı binadan ibarətdir. Əsaslı təmir və yenidən qurma işləri bu ilin mayında başlanıb və qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilib, yüksək standartlara uyğun şərait yaradılıb. Bu təhsil müəssisəsinin işıqlandırma və istilik sistemi də yenidən qurulub. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdlərlə görüşdü, yeni dərs ili münasibətilə onları təbrik etdi. Mən sizin hamınızı yeni dərs ili münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm və eyni zamanda məktəbinizin əsaslı təmirindən sonra açılışı münasibəti ilə də təbrik edirəm. Çox gözəl məktəb olub. Əvvəlki vəziyyətlə də bağlı mən tanış oldum, foto şəkillərə baxdım. Siz də burada oxuyanlar, burada işləyənlər daha yaxşı bilirsiniz ki, əvvəlki vəziyyət necə idi. Və qısa müddət ərzində, cəmi 3 ay ərzində məktəb demək olar ki, yenidən qurulub, əsaslı təmir olunub və bundan sonra 10 illiklər, bundan sonra bu məktəbin belə gözəl vəziyyətdə olması təmin ediləcəkdir. Bütün avadanlıqlar var, bütün lazımi işlər görülübdür. Ona görə burada oxumaq da xoş olacaqdır, müəllimlər üçün də işləmək də xoş olacaqdır. Əsas məsələ ondan ibarətdir ki, təhsilin keyfiyyəti daha da yüksəlsin. Çünki məktəb tikintisi ölkədə və Bakı şəhərində geniş vüsət almışdır. Təkcə bu il yay aylarında Bakıda 46 məktəb əsaslı şəkildə təmir edilmişdir. Ölkə üzrə isə 200-dən çox məktəb təmir edilmişdir. Və son illər ərzində məktəblərin tikintisi, təmiri çox geniş Azərbaycanda aparılır. Cəmi 4500-ə yaxın məktəb var ölkəmizdə və son 10 ildə 2700-dən çox məktəb tikilib və əsaslı təmir edilibdir. Ancaq buna baxmayaraq hələ də təmirsiz məktəblər də var, o cümlədən Bakıda. Bakıda 267 məktəb əsaslı təmir edilib və tikilib son illərdə. Ancaq hələ 90 məktəbdə təmir işləri aparılmalıdır. Çünki o məktəblərin vəziyyəti və bu məktəbin əvvəlki vəziyyəti kimidir. Yəni bu o deməkdir ki, hələ 1-2 il hesab edirəm ki, bizə lazım olacaq ki, Bakının bütün məktəbləri belə gözəl vəziyyətdə olsun. Təhsilin keyfiyyəti isə elə prosesdir ki, bu prosesin hüdudları yoxdur. Biz daima bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər. Daima bu məsələyə biz diqqət verməliyik, çünki artıq dəfələrlə bu ifadə işlədilib. Təhsil hər bir ölkənin onun gələcəyini təmin edir. Hər bir ölkənin inkişafını, onun insanları, insanların bilikləri, istedadı müəyyən edir. Ölkələr var ki, orada təbii sərvətlər yoxdur, ancaq o ölkələr dünyada ən inkişaf etmiş ölkələrdir. Biz də bu yolu getməliyik. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bizim təbii sərvətlərimiz də var və təbii sərvətlərin işlənməsindən əldə edilmiş gəlirləri biz insan kapitalına yönəldirik, o cümlədən təhsil sahəsində aparılan islahatlara yönəldirik. Ancaq biz elə etməliyik ki, gələcəkdə ölkəmizin uğurlu və uzun müddətli inkişafını elm müəyyən etsin, biliklər müəyyən etsin, texnologiyalar müəyyən etsin. Elmi-texniki tərəqqi hər bir ölkə üçün onun gələcəyini müəyyən edən amillərdir. Xüsusilə 21-ci əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə bizim uşaqlarımız bilikli olmalıdırlar, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər və əlbəttə ki, müəllim heyəti də
bax, bu təhsilin yüksək səviyyəsini təmin etməlidir. Ümid edirəm ki, hal-hazırda təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülübdür. Ancaq hesab edirəm ki, bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, buna biz nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı var. Bizim insanlarımız istedadlıdır, biliklidir. Uşaqlar da hesab edirəm ki, başa düşürlər ki, əgər məktəblərdə, ali məktəblərdə yaxşı biliklərə malik olmasalar, gələcəkdə onlar üçün həyatda öz yerini tapmaq da bu qədər də asan olmayacaq. Bugün bizim cəmiyyətimizdə daha çox biliklər hər bir insanın gələcəyini müəyyən edir. Və getdikcə, ölkəmiz inkişaf etdikcə bu faktor daha da ciddi rol oynayacaqdır. Eyni zamanda əlbəttə ki, hər bir dövlətin inkişafını vətənpərvər insanlar müəyyən edir. Və vətən sevgisi, vətənə olan bağlılıq həmişə xalqımıza xas olan xüsusiyyətlərdən biri olmuşdur. Bugün xüsusilə Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanda aparılan işlər artıq dünya ictimaiyyətinin diqqətini çəkir. Biz iqtisadi sahədə dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Beynəlxalq mövqelərimiz də möhkəmdir. Ona görə ölkəmizlə fəxr etmək üçün kifayət qədər səbəblər vardır. Və bunu nəzərə alaraq bir də demək istəyirəm ki, gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər. Vətənə sevgi ilə yaşamalıdırlar. Və əlbəttə ki, bu sahədə həm ailələrin, həm də ki, müəllimlərin çox böyük rolu vardır. Çünki hər bir insanın dünya görüşü orta məktəblərdə formalaşır. Və orta məktəblərdə yaxşı oxuyan uşaqlar adətən ali məktəblərdə də yaxşı oxuyur. Və bugün təhsil qarşısında duran bir neçə əsas vəzifə əminəm ki, yaxın zamanlarda təmin ediləcəkdir. Ali məktəblərdə təhsilin keyfiyyəti artmalıdır. Peşə məktəblərində yeni vəziyyət yaradılmalıdır. Xüsusilə iqtisadi inkişafımızı nəzərə alaraq peşə məktəblərinin fəaliyyəti iqtisadi inkişafla uzlaşmalıdır ki, ölkəmiz üçün vacib olan sahələrdə peşəkar kadrlar hazırlansın. Və peşəkar kadrların hazırlanması üçün müxtəlif proqramlar icra edilir. Həm gəncləri biz xaricə oxumağa göndəririk. Ancaq mən artıq bu barədə öz fikirlərimi bildirdim. Bir də demək istəyirəm ki, Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, xaricə getməyə də ehtiyac qalmasın. Bu da həm müəllimlərdən asılıdır, həm dövlət rəhbərliyindən, eyni zamanda təhsil sistemində çalışan bütün insanlardan asılıdır. Əlbəttə ki, uşaqlardan asılıdır. Uşaqlar da məktəbdə yaxşı oxumalıdırlar və müəllimlərin sözünə baxmalıdırlar. Çünki bu onlar üçün ilk növbədə lazımdır, onların gələcəyi üçün lazımdır. Biz isə çalışacağıq ki, bütün məktəbləri belə gözəl vəziyyətə gətirib çıxaraq və eyni zamanda təhsillə bağlı bütün digər məsələləri həll edək. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Biz də bütün kollektivin adından söz minnətdarlığımızı bildiririk. Bugün bizim məktəbimizi tarixə qovuşduran bir gün oldu. Sizin bu qədər işiniz olduğu bir zamanda vaxt tapıb bizimlə görüşə gəldiyiniz üçün biz bunu böyük şərəf edirik bütün kollektiv özümüzə. Çox sevinç hissi duyuruq və az bir müddətdə sizin təhsil olan qayğınızın nəticəsindəki belə bir gözəl məktəb bizə bəxş etdiniz. Ona görə sizə bütün kollektiv adına ürəkdən min dəfələrlə təşəkkür edirik. Sizin ümumiyyətlə bütün fəaliyyətiniz, həm də sizin Mehriban xanım həmişə bizi ruhlandırır. Biz istər gənclər olsun bugün formalaşan, istər biz müəllimlər ki, bugün məktəblərdə bu gənc nəslin yetişməsinə çalışırıq ki, siz dediyiniz kimi vətənpərvər ən birinci vətəndaş formalaşdıraq və sizə oxşamağa,
Qızlarımız sizə oxşamlar. Biz sizdən. Sizdəki o qədər böyük əzmkarlıq, çalışqanlıq var sizə böyük hesab. Hörmətli cənab prezident, eyni zamanda sizə bu gənclərimiz sizin kimi həmişə necə deyərlər, vətəni sevən olsunlar, çalışqan olsunlar. Bunlar gənc nəsil gələcəyin qurucularıdır, gələcəyimizin tarixidir bunlar. Gələcəyimizin bir sözlə Azərbaycanın gələcəyini təmin edən dövlətçiliyimiz, müstəqilliyimizin əbədliyini qoruyan nəsildir. Bir daha sizə təşəkkür edirik. Çox sağ olun. Sağ olun. Sağ olun.